Mevlana Celaleddin Er-Rumi Kuddise sirruh, Allah ona rəhmət etsin, buyurur ki, sənin dünyaya baxan pəncərən kirli isə, mənim çiçəklərim sənə palçıq görsənər. İnsan necə baxarsa, o cür görür. Nöqsan ilə baxan, nöqsan ilə görər. Gözəllik ilə baxan, gözəllik ilə görər. Bir çox insanı görürük ki, ancaq nöqsanlıqlar axtarar, qüsurlar axtarar, ancaq öz qüsurlarını görməzlər. Öz qüsurunu görmək isə böyük bir mərifətdir. Çalışmalıyıq ki, heç bir insanın qüsuruna, nöqsanına görə qınamalıyıq. Çünki insan qınadığı şey ilə imtihan olunur. Həsən-i Bəsri rahmetullahi aleyh, Allah ona rəhmət etsin, buyurur ki, mən bir insanı bir qüsuruna, bir günahına görə qınadım. 15 il sonra Allah Azze ve Celle qınadığım şeyi məni qarşıma çıxartdı. Məni onun ilə imtihan etdi. Təbii ki, bizim üçün zaman və məkan vardır. Çünki biz zaman və məkana möhtacıq. Ancaq Allah Azze ve Celle üçün zaman və məkan yoxdur. Dilədiyi zaman etdiyin əməllərini qarşına çıxardar, səni qınadığın əməllər ilə imtihan edər. Və hər bir müsəlman çalışmalıdır ki, digər müsəlman bacı və qardaşının qüsurunu, eyblərini görməzdən gəlsin, insanlara yaymasın. Allah Resulü sallallahu aleyhi və səlləm hədis-i şəriflərində buyurur ki, bir müsəlman digər müsəlman qardaşının, bacısının eybini örtərsə, Allah Azze ve Celle də bütün eyblərin ortaya çıxdığı gündə, qiyamət günündə onun eybini örtər. Əgər həqiqətən də müsəlman bacı və qardaşının eyblərini, qüsurlarını düzəltmək istəyirsənsə, bunu insanlara izah edərək, insanların yanında onu məhcub edərək etmə. Unutmayaq ki, bütün nöqsanlıqlardan, eyiblərdən münezzəh olan yalnız Allahdır. Əgər biz insanıqsa, bizim qüsurumuz, nöqsanımız, sıxıntılarımız bu həyatda olacaqdır.